Bir ifadə var, neytralsansa ölmüsən. Sizcə heç bir tərəfə zərəri dəyməyən insanı neyniyiblər? Heç kimə zərərin dəymirsə, səni zərərsizləşdiriblər. Bu, hərbi dildə olan bir termindir. Rus dilində daha dəqiq səslənir. Vrajiskiy vayska neytralizovаны. Hərfi tərcümə eləsək, düşmən orduları neytrallaşdırılıb. Yəni səni zərərsizləşdirmək belə lazım deyil, neytrallaşmağın belə bəsdir. Sən zəif, ziyansız bir obyektə çevrilirsən. Atalarımız bəs zəif insanı necə ifadə eləyirdi? Uzundıraz, beynamaz, xeyrə şərə yaramaz. Yəni xeyir də deyilsən, şər də deyilsən, tərəfin yoxdursa, neytralsansa, yaramazsan. İnsanların əksəriyyəti neytral olmaq istəyir, orta olmağa çalışır. Bizim nağıllarda gah böyük qardaşı əjdaha yeyir, gah balaca qardaşı div aparır. Amma ortancıla bir nağıl görmədim ki, nəsə olsun. Yəni, çox rahat yerdədir. Orta təhlükəsizdir, anlaşılandır, komfortludur. Və bu sadəcə fəlsəfə dilində deyil, real həyatda da belədir. Hətta heyvanlar aləmində də kənara çıxmamaq instinkti müşahidə olunur. Məsələn, bir qoyun sürüsündə bütün qoyunlar sürünün ortasına can atır. Niyə? Çünki canavar gəlsə qıraqdakı qoyunu götürüb aparacaq, çoban qıraqdakı qoyunu kəsəcək, orta